Yaxşı, bax, törəmə mövzusundan məhz çoxu danışmışdıq, axırıncı mövzusuydu. Deyək ki, ekran seçilidir. Bax, törəmə vasitəsilə ispat edin ki, perimetri 2 epsilon olan düzbucaqlı içərisində böyük sahəyə malik düzbucaqlı kvadratdır deyək. Ən böyük sahəyə malik. O nə düzbucaqlı çəkdik. Birinə A yazdıq, birinə B yazdıq. Perimetr nə alır? Qulaq asıram. O da bərabərdir nəyə? 2 epsilon. Epsilon nətər yazılırdı, beləsinə. Yaxşı, düzbucaqlar içərisində ən böyüyə deyir, düzdürmü? Deməli, sahəsi ən böyük deyir da, düzdür. Sahəsi ən böyük olduğuna görə, deməli, söhbət nədən gedir? Törəmə, sahənin törəməsindən danışır. Yaxşı, birinci buradan əvəz etmə aparaq. Bax, yazıram ki, buradan hər tərəfdən ikilər geçsə, B bərabər olar nəyə? Epsilon ça A-ya. Gətirib yazıram, B-yə bərabər epsilon ça A. Düzdür. Gedirəm misalıma. Düzbucaqlı sayıcısı nə idi? A bıraq B, düzdürmü? Və bu tip misallarda həmişə nə qarırdıq? Törəməsini bərabər edirdik sıfıra, düzdürmü? Niyə? Çünki sahənin ən böyük qiymətində deyirdi. Hansı ən böyük deyirsə, onun sahəsini, onu daha doğrusu törəməsini sıfıra bərabər edirik. Yaxşı. A olduğu kimi qalsın. B-nin yerinə yazıram epsilon ça A. Törəməsi bərabərdir sıfıra yazıram. Vurub açsam, A vuraq epsilon ça nə eləyər? A kvadrat. Törəməni kimə görə tapaq? Baxın görəm. Dəyişənimiz nədir bizim aşağılar? Biz nəyi tapmaq istəyirik? Deyir, Y sabitdir. Bəlkə ona bir əlaqəsi var. Nədir? Y sabitdir. Y sabitdirsə onda A-ya görə tapırıq. Deməli, amma törəməsi oldu nə? Y, deməli, A, Y-nin törəməsi oldu sabit. Ça 2A bərabərdir sıfıra. Düzdürmü? Epsilon bərabər oldu 2A-ya. A da bərabər oldu epsilon bölə 2-yə. A epsilon bölə 2-dirsə, B nəyə bərabərdir onda? Epsilondan epsilon bölə 2-ni çıxsam, qalaq epsilon bölə 2. Yaxşı. Fikir ver aşağılar. Tərəflər bir-birinə bərabər oldu mu? Əgər düzbucaqlı tərəflər bir-birinə bərabərdirsə, nədir bu? Kvadrat. Qutarmışıq. Bu düzbucaqlı kvadrat olduğundan danışdıq. Tərəflər bir-birinə bərabərdir.